Bəzi miflər və həqiqətlər var. İndi mən mifləri sizə demək istəyirəm, siz də həqiqətləri deyərsiniz, izləyicilərimiz də baxsınlar, məlumatlansınlar. El arasında yayılmış ən çox sözlərdən biri. Hemoroid yalnız yaşlılarda olur. Xeyr, hemoroid 15 yaşında xəstədə müşahidə oluna bilər. Hər yaş qrupunda ola bilər. Yaradan səbəblər varsa, genetikasında varsa və həyat tərzində varsa, əlbəttə ki, onun hemoroidi olacaq. Hemoroid şişi həmişə əməliyyat tələb edir. Biz ona babasil düyünü deyək ki, hamı tərəfindən başa düşülsün. Babasil düyünləri xeyr, heç vaxt. Ən ağır vəziyyətlərdə, eroziv vəziyyətlərdə, qanayan vəziyyətdə və yaxud da ki, ən böyük ölçülərə gəlib çatanda 3-cü, 4-cü dərəcələrdə əməliyyat tələb edilir. Balaca düyünləri əlbəttə ki, konservativ müalicəsi var. Anal çatlar yalnız uşaqlarda olur. Xeyr, tamamilə yanlış fikirdir. Anal çat uşaqlarda, böyüklərdə, yaşlılarda, hər yaş qrupunda müşahidə oluna bilər. Anal çatlarda qan görmək həmişə ciddi xəstəlikdir. Çatın dərəcəsindən asılı olaraq, xroniki və yaxud da kəskin olmasından asılı olaraq, əlbəttə ki, ciddiyyəti bir prosesdir. Əgər xroniki anal çatınız varsa, qanaxmanız varsa, bu deməkdir ki, təcili şəkildə siz həkim mütəxəssislərə müraciət etməlisiniz. Yox, kəskin formada varsa, yenə də həkim mütəxəssislərə müraciət etməlisiniz ki, sizi konservativ müalicə eləsinlər, dərman müalicəsi. Qəbizlik yalnız az su içməkdən olur. Xeyr, tamamilə yanlışdır. Az su içməkdən də müşahidə oluna bilər qəbizlik. Amma ki, yanaşı gedən xəstəliklərdən də müşahidə oluna bilər.